For your crimes, this court sentenced you to 140 years in state prison without the possibility of parole. Bunun üçün Amerika Qoşma Ştatlarında sudlarda cinayətçilərə nisbətən 100 il, 200 il qamaq cəzası verədilər. Adam 100 il ya 200 il yaşamasını bilsələrəm. Bu mantıqsız tuyuluşu mümkün, lakin bunun özünə yarış səbəbləri var. Hazır mən sizlərə şu sözləri aytıb verəmən. Bunu birinci səbəblərlə gəlib olmasaq, hər bir cinayət üçün alohida cəza veriş hesablanadı. Bu nə yəni? Az düşündürəmən. Məsələn, bir dənə adam 5 dənə adamı öldürən olsa, yəni cinayət etən olsa, hər kəsinə 20 ildən verilsə, hər bir öldürən adam üçün bu hər bir cinayət cəbirlənmiş üçün alohida ədalət təmayülünü timsalı olub verədi. Bunun ikinci səbəblə gəlib olmasaq, əgər sud qararının bir qismini apellyasiya tərtibində bekar qılğan bolsa ham, lakin yillik cəzalar qaladı və cinayətçi bərabər azadlığa çıxmaydı. Bunu misal bilan tushuntirib olmasam, yəni aytganimdek 5 tane adam öldürgen olsa, onu birisini öldürmeyende tapılgan takdirde ham yana 80 yılı qaladı ve cinayetçi bərabər azadlığa çıxmaydı. Bunun üçüncü sebebine geldi olmasak, parolunu aldın aladı. Parol İngilizcesine life without parol hesaplanады. Özbekçesine tushuntirib olsam, qattiq nazorat ostida mahbusni muddatidan oldin ozod qilish hisoblanadi. Ya'ni qamalganından keyin 25-30 yildan keyin shartli ravishda, ya'ni nazorat ostida ozod qilishlari mumkin. Endi mahbusga nisbatan 100 yil, 150 yil qamoq jazosi beriladigan bo'lsa, parol nazariy jihatdan imkonsiz hisoblanadi. Shuning uchun ham mahbuslarga nisbatan, ya'ni ozodlikdan mahrum qilish jazosi ko'p yil muddatga beriladi. Buni 4-chi sabab bilan keladigan bo'lsak, sudni qattiq hukmi, ya'ni 100 yildan ziyod ozodlikdan mahrum qilish jazosini berishi jamiyatga nisbatan psixologik va ideologik signal hisoblanadi. Kimda kim shunday jinoyat etadigan bo'lsa, qattiq jazo tortiladi degan maqsadda beriladi.